Salam mənim əzizlərim, mənim kanalıma xoş gəlmisiniz. Dana ciyəri almışam, dana ciyəri qızardacağam. İndi əvvəlcədən dərisini soyuram qaraciyərin, nazik-nazik doğrayıb, indi üzərinə süd əlavə edəcəm. Südün içində 2-3 saat saxlayandan sonra süzgəcdən süzdüm. Sonra da duzun, stotun vurub una yaxşı batırdım və tavada qəşəng qızardıram. Çox tez başa gəlir, çox tez pişir, qızarır. Özü qaraciyər bilirsiniz də çox pişirmək ehtiyac deyil. Mən indi başlayıram dana ciyərimi tavada yağ əlavə elədim, başlayıram qızartmağa. Doğrudan da çox yumuşaq, çox gözəl bir amma ağızda əriyir. Heç bir iyisi, qoxusu, heç nə hiss olunmur. Pişirib yeyənlərə nuş olsun. Pişirin, paprov eləyin, nuşu canla.